Hər vaxtınız xeyir olsun. Media Balansın Meetup layihəsini izləyirsiniz. Bugün informasiya təhlükəsizliyi mövzusunu müzakirə edirik. Həmsöhbətimiz isə ekspert Rəşad Əliyevdir. Xoş gördük. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Sağ olun, siz necəsiz? Yaxşı. Yaxşı olun. Öncə bundan başlayaq ki, informasiya təhlükəsizliyi nədir və niyə bu qədər önəmlidir? Bizim belə deyək, virtual məkanda və həmçində real məkanda və s. müəyyən informasiyalar alırıq. Əslində bu informasiya təhlükəsizliyi anlayışı iki hissəyə bölünür. Çoxu informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi anlayışlarını səhv başa düşür. İnformasiya təhlükəsizliyi dedikdə bizim real qəbul etdiyimiz bütün informasiyalara aiddir. Bunlara qəzet, arxiv və s. hər şey daxildir. Kiber təhlükəsizliyi isə ümumiyyətlə bu hadisələrin kiber məkanda baş verirsə bu kiber təhlükəsizliyə aiddir və bu biz daha çox kiber məkanla əlaqədar danışacağıq. Yəni informasiya təhlükəsizliyi hətta jurnalistlərin emal etdiyi məlumatlar, hazırladığı məlumatlar, Wikipedia və s. hər şey daxildir. Kiberdə isə yəni bunların yalnız internet, virtual məkanda baş verirsə, bunlara aid olur və bu sahənin də təhlükəsizliyi, yəni qorunması, fiziki məkan qorunması kimi bir problemdir. Sadəcə o fiziki məkandan onun fərqi odur ki, kiber məkanda sərhəd anlayışı yoxdur. Yəni biz əgər hal-hazırda müəyyən bir sərhədlə qoruyuruqsa məlumatlarımızı, ölkəni və s. amma kiberdə bütün dünyadan qoruyuruq. Sabahları Çindən bizim hücum ola bilər, Amerikadan ola bilər və ya məsəl üçün digər ölkələrdən də ola bilər. Bu artıq kiber məkandır. Beynəlxalq bir məkandır və burada artıq bunun qorunması daha çətin və daha dəqiq və hər tərəfli biliklərə qadir olmaq lazımdır ki, bunları qoruya biləsiniz. Bəs Azərbaycanda necə informasiya təhlükəsizliyi sahəsində vəziyyət necədir? Azərbaycanda yaxşıdır. Birincisi bir neçə rəsmi və qeyri-rəsmi məlumatlarla əlaqədar deyim. Birincisi kiber indeks adlanan bir statistika var. Beynəlxalq indeksdir. Azərbaycan bu indeks arasında, yəni reytinqdə kiber sahəsində, yəni dünyada top reytinqlərdədir. Yəni yüksək ballarla yığılır və hər il bu yenilənir. Müxtəlif kriteriyalar var. 20-yə yaxın səfərimizdə kriteriya var idi və bu kriteriyalar üzrə kifayət qədər yüksək nəticə göstərib və daim ki burada iş görür. Belə, realda düşünsək, realda da texniki tərəfdən kifayət qədər güclüyük, amma istifadəçilər tərəfindən müəyyən bir problemlər yaşanır. Təbii ki, bu da normaldır. Bu da nədir? Yəni istifadəçilər tərəfindən yaşanması dedikdə adi insanların sosial mühəndislik və ya insanların bu sahədə bilikli olmamasından gələn müəyyən bir problemlər yaşanır və buna görə də ki, çoxlu son zamanlar məsəl üçün müəyyən insidentlər baş verir. Nə kimi? Kimlərinsə kartından pul oğurlayırlar, kimlərinsə sosial media hesablarını, sosial hesablarını və s. ələ keçirdirlər. Bu da artıq müəyyən bir, kimlərinsə məsəl üçün, əgər bir qurumdursa, təsəvvürün ki, hər hansı bir qurumun sosial hesabını ələ keçirdirlər və oradan bir mənfi bir rəylə əlaqədar, məsəl üçün post paylaşılırsa, artıq həmin o qurumun reytinqinə və s. təsir edən bir şeylər olur. Belə hadisələr və ya kiminsə məsəl üçün pulu var, bir müəyyən qədər əlində pul var və pulu ələ keçirdirlər və s. Yəni belə hadisələr baş verir. Amma texniki tərəfdən deyil. Bu insanların sadəcə məlumatsız olması və ya da ki, şirnikləndirici bir şeylərə getməsinə gətirib çıxardır. Bu da dünya təcrübəsində da olan bir şeydir ki, bu çox qarşılaşır belə hadisələr. Ümumiyyətlə mən son zamanlar çox eşidirəm ki, yəni kartda pul saxlamıram kimi insanların çox belə düşüncəsi yaranıb. Səhvdir əslində. Düzgün əgər təhlükəsizlik qorunsa, belə problemlərlə rastlaşmayacaqlar. Gəlin belə deyək, yəni ümumiyyətlə kart hesabları və s. niyə lazımdır və bunu burada qoruyanda insanların nə problemlər yaşanır? Yəni indi elə bura gələndə oyun əlaqədə bir intervyu vermişdim. Belə bir problem yaşanır ki, insanlar məsəl üçün alış-veriş edirik. İnternetdən yemək alırıq, son zamanlar bu məşhurdur və ya xaricdən nəysə bir geyim alırıq, mən bir sifarişlər edirik, taksi sifarişi və s. hamısını kartımızla edirik də və evdən çıxmadan edirik ki, məsələn, əvvələ girib taksi sifariş edirdik, axtardıqsa, indi internetə vurdıq, gəldi qapımıza mindik getdik və ya yeməyi məsəl üçün düşürdük, geldi restoran axtardıqsa, indi artıq qapımıza gəlir, eyni cür geyim və s. ilə əlaqədir. İnsanlar gör ki, daha əl çatandır. Və əllərində istifadə etdiyi fiziki kartı orada qeyd edirlər. Məsəl üçün, sizin maaş kartınız, yəni orada imkanlar müəyyən qədər limitlidir də. Maaş kartını götürür, oraya əlavə edir və sabah da o sistemin özündə boşluq ola bilər. Bu kartlar ələ keçirilə bilər.
Düzdür. Və bu da nədir? Yəni sənin kartın, maaş kartın ora bağlıdır və hər ayın əvvəli maaş oturursa və o maaşı məsəl üçün ora özünüz də bilmədən məsəl üçün məlumatların sızması gətirilə bilər. Bu nə etmək lazımdır? Ən sadə variantdır ki, insanlara yəni tövsiyə edirik ki, öz kartın virtual variantını yaradın. Virtual kart anlayışları var artıq banklarda və bütün banklar artıq demək olar ki, bütün banklar artıq bu xidməti verirlər. Nə edirsən? Real kartın var, fiziki, daim əlinə götürdüyün, həmişə istifadə etdiyin və bunun içərisinə girirsən, deyirsən ki, mən virtual kart açmaq istəyirəm. Virtual kart yaradır. Çox sadə prosedur. Next də belə dedi. Yəni insanlara rahat ola bilər bir şey. Sonda SMS kod gəlir, özü təsdiqləyir və kart yaranır. Kart yaranır, real kartından götürürsən 3 manat, 5 manat, nə qədər sənə lazımdırsa, onu keçirirsən virtual kartı var. Və virtual kartdan artıq alış-verişi və ya sənə lazım olan xərc edirsən, sabah bir insident baş verdi də, sadəcə o kartı bloklayıb təzəsini açırsan. Və bu xidmət pulsuzdur, banklar tərəfindən verilir. Yəni bunu nəzərə almırlar, hamı götürür fiziki kartını verir və burada da artıq növbəti bir problem yaşanır və digər də bu tipli çoxlu hadisələr baş verir ki, insanların yəni belə deyək də özləri də bilmədən və ya da ki düzgün yəni məlumatlı olmadıqlarına görə yəni ki öz məlumatlarının internetə sızmasına gətirib çıxardır. Ümumiyyətlə dünya statistikasına baxsaq, ən çox rast gələn kiber təhlükələr hansılardır? Top ratingi deyək, yəni texniki yox, ümumiyyətlə hər bir sistemin ən böyük boşluğu sosial mühəndislikdən gətirib çıxardır. Sosial mühəndislik də nədir? Mən bunu bu arada bu mövzu ilə əlaqədar universitetdə də dərs deyirəm. Yəni sosial mühəndislik nədir? İnsanların psixoloji müəyyən bir zəifliyini tapırlar və o ilə əlaqədar onu istifadə edirlər. Məsəl üçün adi bir şey, biz öz modelimizi göstərəyim, yəni ki, universitetdə dərsdiyimiz, axtarırıq ki, müəyyən bir şirkətdir. Şirkətin yanında bir restoran var. Restoranın adı, nəysə bir adı var da, restoranın adına uyğun bir adlı domen alırıq. Məsəl üçün, restoranın adı Süfrə adlı bir restorandır. Biz nə edirik? Süfrəendirim.com adlı bir domen alırıq və baxırıq ki, bu şirkətdə işləyən işçilər. Şirkətdə o işləyən işçilər həmişə nə edir? Yaxınlıqdakı restoranlara gedirlər və orada səhər yeməyini yeyirlər və günorta yeməyini məsəl üçün biznes lunch axtarırlar. Bilirik ki, süfrə restoranda biznes lunch 10 manatdır. Bu işin, dükanın bütün satıcılarına, yəni şirkətin bütün işçilərinə mail göndəririk ki, bugün süfrə restoranda endirim var və domeniniz süfrəendirim.com-dur. Siz girin, burada qeydiyyatdan keçsəz, sizə bu günləri 80% endirim edəcək. İnsanlar da nə edir? Qeydiyyatdan keçəndə çox vaxtı daim istifadə etdiyi parolları qeyd edirlər. Yəni bu nədir? Adam e-mailinin parolunu yazır və ya sosial mediada, sosial şəbəkələrdə istifadə etdiyi parolu qeyd edir və girir, gör ki, endirim var, endirim kuponu gedir. Gedəndə süfrə restoranına gör ki, bu yalandır. Artıq o geri qayıdana qədər, o saytda onu yəni ki, report edənə qədər iş işdən keçmiş olur. Maraqlıdır. E-maili keçirirlər kiminsə, sosial hesabları və s. Bu ilə də əlaqədar həmişə xəbərdarlıq nə olur? Daim istifadə etdiyiniz parolları, yəni ümumiyyətlə parollarınızı bütün sistemlərdə fərqli qoyun. Bu bir. İkincisi, parollarınızı asan qoymayın. Doğum tarixi qoymayın. Yəni ən çox istifadə olunan parollar qoymayın. Sonra, yəni bilmədiyiniz saytlarda qeydiyyatdan keçməyin. Yəni bu da nə olur? Yəni ki, hamı sosial mühəndisliyin də modeli nədir? Səni şirnikləndirir və sən həmişə 10 manatı idi, bugün 2 manatı gəlib alacağam. Biznes launchu 8 manat. Əslində qabağa düşmürsən, özün də bilmədən dala düşmüş olursan və bu, yəni ki, bu adi bir modelidir. Bu tipli çoxlu modellər var. Bunlar nədir? Məsəl üçün, bu günlərdə indi bir mövzu var idi. Hansısa bir internet paketlərinin endirimi verirdilər. Belə eşitmişdim. Yəni siz də neyinsə hamımız internet alırıq ayın əvvəli və görürük ki 20 manat aldığımız internet paketi 5 manatdır. O dəqiqə qaçırıq və orada kart hətta məlumatlarımızı da əlavə etmiş oluruq. Nə olacaq? Pulumuz çıxacaq, yəni və heç bir şey əldə etmiş olmayacaq. Yəni beləcə insanların yəni sosial psixoloji zəif hissələrini özləri də bilmədən kiçik şeyləri istifadə edərək, yəni onlara yəni hücum etmiş olurlar, bəd fikirlər, bəd niyyətli insanlar və bu da nədir? Başqa bir tərəfi artıq bəd fikirli insanlar əvvəllər ümumi fokuslanmış bir hücumlar edirdilər. İndi artıq insanlara fokuslanmış hücumlar edirlər. Məsəl üçün bir neçə il bundan qabaq yəqin hamımız gördük də
Afrika ölkələrinin hansındasa bir varis olurdu və 2 milyon dollar bizə varislik qoyurdu və biz də onu yəni ki gedirdik ki o pulu götürək və orada bank hesabı açmaq üçün neçə min dollar qoymalıydıq və beləcə çoxu qoyurdu və pul gəlib çıxmırdı. Qurban olurdular. Qurban oldu. Ya bu əvvəlki modeldirsə, indi daha fərdiləşmiş, lokallaşmış hücumlar olur ki, bu hissədə artıq bir balaca ehtiyatlı olmaq lazımdır və bu sosial mühəndislik yəni ki ən çox istifadə olunan hücum növlərindəndir. Digər növləri də var. Yəni bunlarla əlaqədar danışsaq, yəni nə qədər vaxtımız gedə bilər. Bəs Wi-Fi şəbəkələri istifadə edilən yerlərdə ən çox hansı risklərlə üzləşə bilirik? MITM riski anlayışı var. MITM nədir? Man in the middle deyirlər. Bu necə baş verir? Siz Wi-Fi-yə qoşulursunuz, internetə girirsiniz. Evdəki qayda ilə sadəcə o burada ictimai yerlərdə nə olur? Bədfikirli insan da sizin kimi Wi-Fi-yə qoşulub. Və sizin Wi-Fi qoşulduğunuz cihaza bu da qoşulub. Bu nə edir? Wi-Fi cihazını söndürmür, müəyyən bir hücum edir və öz notebookunu və ya digər məsəl üçün cihazı ola bilər. Cihazını deyir ki, mən Wi-Fi-yəm. Siz ora deyil, bunun cihazına qoşursunuz və internetə çıxırsınız. Bu VPN-in istifadəsi kimi bir şey olur və bura girdikdə nə olur? Yəni siz artıq bunun şəbəkəsini istifadə edərək girirsiniz və bu vaxtı insanın adi bir şey, məsəl üçün kart məlumatınızı daxil edirsiniz və ya sosial hesablarınıza girirsiniz, parolünüzü yazırsınız. Və burada o sizin bütün məlumatlarınızı istədiyi kimi götürüb emal da edə bilər. Aydındır. Yəni bu hissədə bir balaca ehtiyatlı olmağa tövsiyə olunur. Rəşad bəy, deyirsiniz ehtiyatlı olaq. Necə qorunaq? Necə özümüzü müdafiə eləyək? Bilmədiyiniz yerdə niyə Wi-Fi-yə qoşulursunuz? Necə axı Avropaya gedirəm gəzməyə, qoşulmalıyam da. Bilmədiyiniz yer yox. Məsələn, restorana gəlmişəm yeməyə, xarici ölkədə. Açıq Wi-Fi deyil də, orada parolla olan Wi-Fi-dir. Yəni açıq Wi-Fi ən çox harda olur? Küçələrdə, aeroportda, metroda və s. yəni ki, public yerlərdə. O balaca bir restoranda kimsə əgər Wi-Fi-yə qoşulubsa, demək o restoranın istifadəçisidir. Restorandan nə isə alır. Bu sabahları, yəni bunu tapmaq üçün ikinci bir üsul olmalıdır. Bu alış-veriş edib orada və ya nəsə, yəni bunun ən azı yəni ki, şəxsiyyəti haqqında müəyyən bir məlumat var, onu tapmaq daha rahat ola bilər. Sabah cinayət hadisəsi, böyük bir cinayət hadisəsi baş versə, nəinki digər, məsəl üçün public yerdə. Yəni o çox rahatca öz bütün cihazının bütün məlumatlarını dəyişir. Görürsüz ki, əlində tutub Android, amma siz şəbəkə qoşulanda mənəm Samsung və ya digər Apple və s. digər cihaz kimi göstərə bilər. Bu max spoofing və s. deyirlər də. Yəni öz cihazını rahatca dəyişib başqa adla qoya bilər. Siz də onu tapmaq tərəfdən çətinlik çəkə bilərsiniz. Ona görə də yəni bilmədiyiniz yerlərdə və ya da ki tanımadığınız yerlərdə yəni ki şəbəkəyə qoşulma tövsiyə olunmur. Bizim rubrikamız var, ifadəni tamamla. Mən sizə cümlənin əvvəlini deyəcəm. Siz də öz təcrübənizə, həyat və öz çalışdığınız sahə ilə bağlı və bir şəxs olaraq, yəni fərd olaraq öz yanaşmanızla bağlı tamamlayacaqsınız. Okay. İlk dəfə kod yazanda hiss etdim ki, mən nə isə bacarıram. Maraqlıdır. Əgər sabah heç bir texnologiya olmasa, kənd təsərrüfatı ilə məşğul olacağam. Başqalarının bazarına girirsiniz. Texnologiya yoxdursa məcburuq. IT sahəsində uğur yalnız biliklə yox, həm də bacarıqla da ibarət. Yəni fərasət. Bəli. Yeri gəlmişkən siz özünüzü hansı məqamda daha fərasətli hesab edirsiniz? Yəni də olmuş, keçmişdən danışırıq. Hansı layihənizdə, yəni onun fərasətin bəhrəsi kimi görürsünüz? Yeni çıxan, belə deyək də, mənim yaratdığım layihələr 3-4 ildən sonra trendə düşür. Yəni yeniliklər axtarmaqda. Və hal-hazırda da elə bir neçə layihələrin üzərində işlərim gedir. Nə vaxtsa səsini eşidəcəyik. Bunlar daha çox xarici bazarla əlaqədardır. Yəni minusum olur ki, bəzən həmin o layihələri saxlaya bilmirəm. Və sonra da peşman oluram ki, niyə bunu satdım və ya da ki, əldən keçdi. Ya bir neçə layihəm bu sadə ona görə əlimdən çıxıb. Ən yaxşı texnoloji qərarım? Yalnız texnologiya sahəsində qalmağımdır. Digər sahələrlə də məşğul olmuşam, biznes qurmaq istəmişəm və sonda qərar verdim ki, yalnız öz sahəmlə əlaqədar məşğul olacağam. Bəlkə də bu sizdə daha gözəl alınır ona görə. Digər sahələr əslində parçalanmaqdır. Çoxu biraz əlində pul onda gedir kafe açır və ya müəyyən bir dükan açır. Yəni gördüm ki, digər sahələrə getdikdə öz sahəmdə zəiflənmə baş verir. Ona görə də öz sahəmlə davam etmək istəyirəm. Nəyi daha çox bilirsənsə, o ilə məşğul olmaq daha yaxşıdır. Texnologiyaya güvənirəm ona görə ki, güvənmirəm ona görə ki? Güvənirəm ona görə ki, məlumatlarımı
istədiyim kimi emal edə bilərəm. Güvənmirəm ona görə ki, sabahlar məlumatlarım internetdə sıza bilər. Və özüm də informasiya təhlükəsizliyi sahəsində danışmama baxmayaraq bu sahənin qurbanı ola bilərəm. İllər əvvəl Instagram deyək də, ən çox platform olaraq Instagram məşhurdur. Meta qrupun. Facebookun dəbdən düşdüyü vaxtdan sonra Instagram təbii ki, indi TikTok. İllər əvvəl Instagramda sındırılmış parolların bərpası çox çətin idi. İndi o da asanlaşıb. Heç mümkünsüz olurmu hansısa bir profili qaytarmaq olmasın? Ümumiyyətlə belə bir şey var. Report vermək anlayışı var da. Sosial hesablardan deyək. Təkcə Instagram, TikTok və s. deyil. Burada prosedur necədir? Birincisi, dövlətin elektron təhlükəsizlik xidməti var. Bu insanların əgər fiziki şəxslərin əgər bir problem yaşanırsa, onların əlaqədə dəstək olurlar. İkincisi, əgər sizin Instagram hesabınız və ya digər hesabınız sınıbsa, siz özünüz haqqında müəyyən bir məlumatı göndərirsiniz onların moderasiyasına və onlar əgər həqiqətən də siz olduğunuzu, siz özünüz tərəfindən sorğun göndərildiyini təsdiq edirlərsə, onlar sizin məlumatı geri qaytarırlar. Bunu dövlət tərəfindən, ETX tərəfindən nə olmasının tərəfindədir. ETX artıq sizin fiziki olaraq realda görür və görür ki, siz filankəsiz və sizin məlumatlarınızı götürərək onlar report edir və birinci prosedur daha tez olur və sonra da yəni ki, onlar həqiqətən də sizə qarant durmuş olurlar ki, bu adam özüdür və o məlumatın geri qaytarmağa dəstək olun. Bəs siz təcrübəli bir insan olaraq parol təhlükəsizliyini qorumaq üçün nə məsləhət görərsiniz insanlara? İnternetdə bir fayl var, roku.txt belə deyirlər. Onun içində 100 milyon dənə parol istifadə olunur. Bu nədir? Birincisi, dünyada ən çox istifadə olunan milyonlarla paroldur. Siyahısıdır və brute force edirlər. Yəni çox rahatca hesabın sındırılması üçün və ya müəyyən bir hücumların olması üçün istifadə edirlər. İkincisi də ki, özünüzə aid olan şeyləri o parolunuzda istifadə etməyin. Əgər şəxsi məlumatlarınız, doğum tarixi, sonra doğum tarixi, ananızın qızlıq familiyası, yaşadığınız yerlə əlaqədar və s. ümumiyyətlə də yəni sizə aid olan şeyləri parolunuzda istifadə etməyin. Niyə? Onun səbəbi nədir? Bədfikirli insan əgər sizi hədəf götürübsə, onun birinci işi sizinlə əlaqədar məlumatların toplanması olacaq. Düzdür? Mən və ailə üzvlərimlə bağlı. Sizinlə desə, demək ki, sizin ailə üzvləri yox, ətrafınızla da əlaqədar ola bilər. Bu sizin işiniz, daim oturub durduğunuz, getdiyiniz restoranlar, gəzdiyiniz küçə və s. hər şey ola bilər. Yaxın dostlar. Hər şey. Yəni bu siyahı böyükdür də və o siyahın əsasında bir böyük bir siyahı düzəldəcək, parollar siyahısı. Və bunları müxtəlif cür generasiya eləyəcək və sizin hesabınızı sabah ələ keçirmək üçün müəyyən bir hücumlar eləyəcək. Bu hücumlar da əslində brute force hücumlar adlanır. Yəni brute force nədir? Müəyyən bir parolun, yəni generasiya olunaraq istifadə olunması. Əslində burada belə bir şey var. Yəni bu parolla əlaqədar kuantum texnologiyalar artıq çıxır. Deyirlər ki, bir neçə ildən sonra onların artıq testləri başlayıb və işlər gedir, prosesora və s. var və bir neçə ildən sonra daha sürətli variantlar çıxacaq. Bu nədir? Hal-hazırda bir saniyədə prosesorların əməliyyatı 4 milyon, 5 milyona qədər əməliyyat yerinə yetirə bilirsə, təsəvvürün ki, kuantum texnologiyası çıxsa, bu milyardlarla əməliyyat deməkdir bir saniyədə. Bu da nədir? Sizin parolunuzu əgər əvvəlki variantlarda, yəni indiki prosesorlarla, yəni hətta 1 milyardlıq bir siyahıda generasiya eləmək istəyirlərsə və tapmaq istəyirlərsə, sizin şəxsi məlumatı bilmədən, yəni ümumi bir listdən, bu proses əgər illər çəkəcəksə, bir müddətdən sonra bu saniyələr çəkəcək. Buna görə də artıq Avropa dövləti və həmçinin də beynəlxalq təşkilatlar artıq ikili təsdiqlənmə anlayışı çıxardıblar. Bu nədir? Mən nəyisə mən bilirəm və nəsə məndə var. Onun məlumatını verim. Mənim bildiyim məlumat nədir? Mən həmişə hesabıma daxil olanda mənim parolum. Məndə olan nədir? Telefonum ola bilər. Və ya məsəl üçün mənim planşetim ola bilər, kompüterim ola bilər və ya məsəl üçün bank applicationum ola bilər, müxtəlif bir şey. Məndə olan, hətta bəzən dangle belə bir şey olur, yəni passkey deyirlər ona, parolu generasiya edən kodlar. Ya bu ola bilər və bunun içindəki bir kodu daxil etməliyəm. İkili təsdiqlənmə ilə artıq mən yəni özümü təsdiq etmiş oluram ki, bu həqiqətən də mənəm. Yəni bu hissələri gedib çıxdı ki, artıq texnologiya inkişaf etdikdə və bu sürət məsələləri və s. həll olunduqdan sonra belə bir problemlər yaşanmaz. Bəs bir şirkət öz informasiya təhlükəsizliyini təmin etmək üçün hardan başlamalıdır? Birincisi, şirkət, ümumiyyətlə bütün şirkətlərdə bir çox yəni, informasiya təhlükəsizliyi ilə bağlı standartlar və s. var. Birincisi,
beynəlxalq standartlardan başlamalıdır ki, bunlar nədir? Ümumi şirkətlər üçün 27.001 nömrə 27 ilə olan belə deyək də standartlar var. Bunlar informasiya təhlükəsizliyinə aid olan audit və s. standartlardır ki, bu şirkətin informasiya təhlükəsizliyini əhatə edən standartlardır. İkincisi, öz əməkdaşlarını maarifləndirməlidir. Maarifləndirmə də necə gedir? Yəni 1 ildən bir və s. maarifləndirmə, müəyyən ixtisas artırma və s. kursları keçməlidir. Yəni onlar çox vaxt sifariş edilir. İkincisi, onları test etməlidir. Test nədir? Sadə bir şey. Adicə ən çox da yoxlanılır. İstifadəçilər hamısı mail göndərilir ki, təcili direktorun müşavir köməkçisidir. Təcili özünüzün şəxsiyyət vəsiqənizi bizə göndərin. Və bu saat 6-dan sonra gəlir sizə maila. Siz də oturmusunuz və ya da ki, hətta nahar vaxtı gələ bilər və s. müəyyən bir vaxta gələr, amma göndərilən domen məsəl üçün şirkətin e-mail olmayacaq. Gmail-dan göndərəcək və ya digər e-maildan göndərəcək və siz də götürürsünüz özünüz bilmədən göndərirsiniz. Şirkət o vaxtı nə edir? Həmin o işçini götürüb təzədən təlimə göndərməlidir ki, o işçilər demək sosial mühəndisliyi ilə əlaqədar müəyyən bir zəiflik istifadə ediblər. Bunlar sabahlar şirkətlə əlaqədar digər məlumatları da verə bilərlər. Yəni bu tipli simulyasiyalar olur. Çox vaxt elə simulyasiyalar şirkətdə bir nəfər bilir. Yəni bir nəfər bilir necə? Məsəl üçün sifarişi hansı bir şirkət gətirib yalnız direktor bilir və ya məsəl üçün direktorun texniki işləri üzrə müavin bilir. Bu bilir ki, bu günləri filan saatda e-mail göndərəcək və heç kəsin xəbəri yoxdur. Göndərirlər və yoxlayırlar görə feedback necə olacaq. Yəni bundan sonra artıq işçilərin yəni faiz nisbətinə uyğun olaraq nə tədbirlər görmək lazımdır bilirlər. Növbəti məsəl üçün şirkət özü işlədiyi qurumlara da yəni tədbirlər görməlidir ki, şirkətlə əlaqədar müəyyən qurumlarda da təhlükəsizlik tədbirləri olsun. Məsəl üçün böyük şirkətdirsə, bu şirkətin ən böyük problemi nədir? Özü super, hər şey yaxşı qoruyub informasiya təhlükəsizliyinə əlaqədar, amma buna kömək edən müəyyən bir padratçı şirkətin təhlükəsizlik problemi var. Bu nə edir? Məsəl üçün su gətirən şirkətdir və ya müəyyən bir məsəl üçün təmizlik xidməti göstərən şirkətdir, bunun işçisidir. Buna bir flaşka verirlər, get filan kompüterə sal. O da götürür, salır, bütün məlumatlar sizdə. Yəni bu hissədə də şirkət özünü deyil, həmçində padratçı şirkətlərini də qorunması ilə əlaqədar müəyyən tədbirlər görməlidir ki, bu hissədə yəni özünü tam qorumuş olsun. Əslində bu da gəlib sonda çıxır müəyyən maliyyə itkilərinə. Əslində bu maliyyə itkilərini də əvvəlcədən yəni ki, ilkin müəyyən bir xırda xərclər çəkməməkdən gəlib çıxır ki, sabahlar mən həmin o şirkətin, təmizlik şirkətinin maliyyəsi üçün 1000 manat ayırsaydım, indi mən milyonlarını itirməzdim. Bəli. Ehtiyatından əvvəldən götürməlisin. Bütün sahələrdə məncə belədir. Amma bu çox ciddi bir mövzudur. Daha 2 gözlə yox, 4 gözlə yanaşmaq lazımdır. Dövrümüzü əlinə alan süni intellektdən istəyirəm biraz danışaq. Süni intellekt kiber təhlükəsizliyə qarşı necə istifadə olunur? Deepfake anlayışı var. Yəqin eşitmisiniz məni. Yəni insanın çox rahatca yəni adından müəyyən bir çıxışlar edirlər və s. Hətta səsindən. Səsini və s. yəni simulyasiya edib edirlər. Bu ən böyük təhlükədir və bunun qarşısını almaq üçün tədbirlər görülməyə başlayıb. Amma yenə də onunla əlaqədar yəni ki, biz aciz ola bilərik. Hələm ki və adi bir şey sizə zəng gələ bilər, sizin rəisinizin adından və sizdən səsi ilə və sizdən müəyyən bir məlumatı istəyə bilər. Nə edəcəksiniz? Artıq özünüzü bilmədən nömrəni də simulyasiya eləmək olur və ya nömrəsinə yaxın və ya məsələn gizli nömrədən və s. Yəni bu hissələrdə artıq diqqətli olmaq lazımdır ki, bu hissələrə və belə şeylərin qarşısını ikili təsdiqlə bütün proseslərdə ikili təsdiqləmə lazımdır. Zəng gəldi, adboy verdi, sonra yenidən zəng gəldi ki, rəis filan şey, yəni məsələn direktor filan şey, baş mühasib filan şey istəyirdi. Bu həqiqətən sizdən gəlmişdir bu zəng. Özünüz zəng vursanız, o təhlükə sıfıra enir. Yoxlayırsınız ki, ikili təsdiqdir. Yəni istənilən prosesi artıq ikili təsdiqə ehtiyac var ki, həqiqətən də o adamın bu sorğunu sizdən istədiyini bilməlisiniz. Çoxumuz sevinərək verə bilərik, amma bunun da sonda yəni müəyyən bir problemlə qarşılaşmış ola bilərik. Sonra misal üçün telefonda tutaq ki, biz əyləşmişiz, deyirsiniz ki, səndən mənə zəng gəlir. Bu hansı məqamlardır? Orada da təhlükəsizlik var, yoxsa texniki problemlərdir? Sənin telefonuna virus düşə bilər və telefondan da yəni virus düşərək zəng gedə bilər. Əslində süni intellektlə əlaqədar başqa şeyləri deyim. Yəni növbəti məsəl üçün hal-hazırda ChatGPT və ya digər platformalar çıxıb və bunlarla əlaqədar da yəni insanlar hamı nə edir? Fərdi məlumatlarını ora doldururlar və sabahlar dərdləşirlər və sabah özümüz də bilmədən fərdi məlumatımızı ona vermiş olur. Bu yaxında da gördünüz də Çinin
DeepSeek, yəni platforması çıxdıqda burada nə baş vermişdi? Yəni olan məlumatlar bir gündən sonra sızmışdı internetə. Yəni siz də özünüz məlumat verirsə, orada təbii ki, müəyyən bir platformadır o. Platformada nə baş verir bilər? Müəyyən bir boşluq ola bilər və bu boşluq nəticəsində məlumatlar başqa yerə sıza bilər. Sonra sənin Sonra da əleyhinə sizin məlumatları artıq bədfikirli insan özü istədiyi kimi istifadə edəcək. Çünki onun qarşısında sizin psixoloji artıq modeliniz var. Və buna uyğun işlər görə bilər. Bunun üçün tövsiyə nələrdir? Birincisi, elə platformaları istifadə edəndə fərdi məlumatları verməyin və ya da ki, müəyyən bir məlumat verirsə, araşdırırsınızsa və s. adsızlaşdırın. Məsəl üçün, direktorunuza məktub yazmaq istəyirsiniz ki, sabaha sizə məzuniyyət, icazə versin, siz həkimə gedəcəksiniz. Bunun artıq bir neçə səbəbi var. Birincisi, direktorunuzun adını verirsiniz. İkincisi, müəyyən bir xəstəliyiniz var, o ilə əlaqədar. Üçüncüsü də ki, yəni bu proses sabah baş verəcəkdir. Düzdür? Bəli. Siz orada artıq məktubu yazanda hamı götür direktorun adını yazır, xəstəliyin və s. izah edir və ChatGPT-yə verir ki, bunun ilə əlaqədar mənim məktubu hazırla, sonra ora burasını çək. Burada nə etmək lazımdır? Burada artıq məktubu verəndə və ya digər şeyləri hazırlayanda nə etməlisiniz? Ad yerinə adicə bir yazın ki, hörmətli filan kəs, mənə sadəcə ümumi bir şey. Sabaha verməyin, bir həftə sonraya yazın vaxtı. Onsuz dəyişə bilərsiniz də. Və bu məktub gəldikdən sonra onsuz özümüz üzərində müəyyən düzəlişlər etməli oluruq. Düzəlişlərinizi edin, çünki o sizə skeleti verir məktubun. Düzəlişlərinizi edib artıq göndərin. Yəni bu hissələrdə bir balaca ehtiyatlı olmaq lazımdır ki, fərdi məlumatlarınızı harasa verməyin. Məşhur Zametka anlayışı. Zametkaya hamı öz doğum tarixini, gizlin parolini, sirrini belə Zametkaya biz həmişə yazırıq günlük planlarımızı. Yəni o da çox asanlıqla ələ keçirilə bilər. Ondan da getdik. Stuxnet haqqında eşitmisiniz? Belə bir virus var idi, Stuxnet adlardı. 2000-ci ilin əvvəlində tapılmışdı. Bu hətta deyirlər ki, Amerika dövlətinin İrandakı nüvə proqramına qarşı yaradılmış bir virus idi. Neçə il o fəaliyyət göstərdi. Virus değildi, troyan idi. Bu kompüterə düşürdü. Heç bir şey ziyan vurmurdu. Heç kompüterdə zəifliyi də görmürdünüz. Nə edirdi? Oradakı bütün sənəd fayllarını götürdü mərkəzi serverə göndərirdi. Siz hardan bilirsiniz, sizin kompüterinizdə və ya telefonunuzda elə bir virus var ya yoxdur? Bir neçə ildən sonra bəlkə də var. Çünki artıq yeni viruslar özlərini çox rahatca modifikasiya edirlər də. Yəni bu sizin cihazınıza düşdükdə sizin o text fayllarınızı, Word fayllarınızı, Excel və s. fayllarınızı götürüb mərkəzi serverə göndərə bilər. Və orada da yəni ki, özü istədiyi kimi düzəlişlər edib özləri üçün emal edə bilərlər. Yəni bu hissədə də zametkalar və s. edəndə də yəni ən azından fayla parol qoyun. Çox sağ olun ki, ətrafı bizi maarifləndirdiniz. Daha ehtiyatlı yaşayaq. Bizim üçün bu yaxşıdır əslində. Sizdən deməkdir, amma bizim yaxşılığımız üçün deyirsiniz. Çox maraqlıdır ki, siz tələbələrinizə ən çox hansı mövzuda dəstək olursunuz, məsləhət verirsiniz? Yəni onları türklər demişkən uyarırsınız. Hansı mövzuda? Ümumiyyətlə mən universitetlərdə artıq 10 ildən çoxdur universitetdə dərs deyirəm və son bir neçə ili informasiya təhlükəsizliyinə fokuslamışam. Praktik dərslər keçirik. Tələbələrə adi bir şey parol siyasəti barədə danışdıqda onlar başa düşmürlər. Amma onu praktik göstərəndə onlar artıq orada parolu niyə çətin qoymağı bilirlər. Və bunun adi bir şey, bir WordPress sayt götürürük və saytı brute force edərək parolu sındırırıq. 10.000 dənəli bir siyahıdır və görürlər ki, 10.000 dənəli siyahı ilə məsəl üçün 6 dəqiqə parolu sındırdılar. Və asan parollardır. Fikirləşirək ki, gələn dəfə biz daha çətin parol qoymalıyıq ki, bu problem yaşanmasın və ya da siyahını böyütmək lazımdır. Yəni bu parol siyasəti ilə əlaqədar. Eyni cür sosial mühəndislik bir model haqqında danışdım. Yəni sosial mühəndisliyi ilə əlaqədar da yəni adamları təcrübə lazımdır ki, görürlər ki, okeydə bu hissədə yəni zəifliklər var və həmçində daha çox həyatla əlaqədar şeylər göstərirəm ki, okey, bunu eləsəz, siz sabahları daha çox pul qazanmağa fokuslanmış işlər görün. Həyat dedikdə, yəni həyatımız puldur. Neçə faiz puldur? Maraqlı sualdır. Yəni, baxır ölkəyə. Sizin üçün bu ölkədə neçə faizdir? Azərbaycan kimi ölkədə 80%-dən yuxarı. 90 olar? 80-100 arası hətta deyir. 100 də deyərdiniz. Bəli. Bəzi, o da niyə? Bəzi insanlar məsəl üçün sabah istədiyi Yevreylərin bir sözü var. Deyir ki, hər hansı bir problemi əgər pulla həll edirsəz, o problem deyildir, o xərcdir. Bəli. Müəyyən bir çox şeyləri, yəni sağlamlığımızı, adi bir şey, biz sabahları adi bir xəstəxanaya getdikdə
növbə gözləyirik və bizim problemimizi 3-4 saat həll edirlərsə, buna görə öz ələ geçsək daha sürətlə həll etmiş olurlar. Bu da nəyə gəlib çıxır? Maliyyə məsələlərinə. Hörmətin başındadır. Maliyyəni. Yes. Hörmət deyil, yəni onu hörmət adlandırırlar bəzən, amma yenə də yəni xərci gəlib çıxır. Ona görə də yəni ki, bu Azərbaycanda yəni bir çox şeylər çox rahatca pulla əldə etmək ola bilər. O mu, bu mu rubrikamız var. Hər gün fərqli layihə, yəni çətinlik yoxdur. 5 il eyni məhsul, amma dərin optimizasiya. 5 il. 5 il. Tək işləyib hər şeyə nəzarət, yoxsa komanda ilə işləyib hər şeyi bölüşmək? Komanda. Komanda işi. Tək əldən səs çıxmır sizin üçün. Təbii ki. Mən şeyləri öz təcrübəmdə deyim, çox şey öyrənirəm və çox şey çalışıram ki, bilim. Amma bildikdə ki, bu işi kimsə edir, ona baş qoşmuram. O insan edirsə, o kifayətdir. Yəni bizdə administrativ işlər var. Hər şeydə şirkət yəni formalaşdırır və burada müəyyən bir işlərə kimsə edirsə, mən o işə baş qoşmuram. Rahat olursunuz Rahat da həm də. olmur. Amma onun nə etdiyini bilirsən. Ona görə komanda daha yaxşıdır. İnsanlarla işləyən texnologiya, yoxsa texnologiya ilə işləyən insanlar? Texnologiya ilə işləyən insanlar. Hər şeyi bilmək, amma heç nəyi ustalıqla etməmək, yoxsa bir şeyi mükəmməl bilmək, amma qalan hər şeydə zəif olmaq? Hər şeyi bilib, hər şeydən biraz. Hər şeydən biraz, hər şeydə biraz. Okey, çox sağ olun. Təşəkkür edirəm. Bugünkü həmsöhbət olduğunuz üçün və son olaraq bizim insanlara bir jest olaraq bu sahə ilə bağlı bir məsləhət verin. Sadəcə çalışın ki, özünüzü qoruyun təhlükəsizlik tərəfdən. Yəni bu bizim fiziki yanğın təhlükəsizliyimiz kimi kiber təhlükəsizliyimizlə əlaqədar müəyyən tədbirlər görməyə başlayaq. Çox sağ olun Rəşad bəy. Sağ olun.